Bugün Neftçala Sənaye Məhəlləsində Azərbaycan və İran şirkətlərinin birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodunun təməlqoyma mərasimi olub. Mərasimdə İqtisadiyyat Naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Naziri Məhəmməd Rıza Nemətzadənin rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak edib. Mərasimdə İqtisadiyyat Naziri Şahin Mustafayevə məlumat verilib ki, illik istehsal gücü 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25%-nin İran şirkəti tərəfindən veriləcəyi barədə razılıq əldə edilib. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobillər, eləcə də Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbirdə çıxış edən Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, avqustun 8-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək. Bu sənaye genişlənəcəkdir. Burada həm ehtiyat hissələri istehsal olunacaq. İstisna etmirəm ki, gələcəkdə Azərbaycanın digər bölgələrində də yaranan sənaye məhəllələrində bəzi detalların istehsalı təşkil olunacaq və beləliklə də digər bölgələrdə də iş yerləri açılacaqdır. Sonra Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın Az-Yevrokar MMC və İranın İran Kodra şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Az-Yevrokar MMC şirkətinin rəhbəri Emin Axundov və İran Kodra şirkətinin baş direktoru Haşim Yekezarə imzalayıblar. Eyüp Məmmədov, Vüqar Məlikov, Neftçala.